Göyərti, bir də yarpaq aldım. Gedirəm dolma pişirməyə. Yarpaq dolması. Dolma bişdi. Baxın, belə bir şey alındı. Qəşəng. Mən isə burada sarımsaq hazırlayıram və sizə bir şey göstərmək istəyirəm. Bunu aslında mən göstərmişəm, videoda çəkmişəm. Temudan almışam. Baxın bunu. Görün nə gözəl bir şeydir. Sarımsağı belə yüngül var, doğrayıram. Doğramasaz da olar, amma mən doğrayıram hər ehtimalı ki, çox da güc verməyim fırladarkən. Bir fırladırsınız, bir dəfə tutar suda. Baxın belə. Sayılı saniyələr içində əzilir, qəşəng. Həm də bundan itkiyə getmir daha heç nə. Lazımi bir məhsuldur. Bilək, alın deyərdim. Hər evdə olmalıdır, hətta ikisi olmalıdır. Baxın, belə bir şey gördünüz. Xırda əzinti eləyir. Özdə saniyələr içində. Burada hazırlayıram belə rojni sotunu və belə bir qabım var. Mənim bunu illər öncə Nərmanovda yaşayarkən oradan almışdım. Bir ucuzluq mağazasından 7 manata. Belə bir qapağı da var, vakuumludur. Sarımsaq üçün çox qəşəng idealdır. Harda görsəz alın, məncə belə böyük bir krujka deyə bil ki. İzləyicim deyirdi ki, bəs hansı ətirləndiricidən istifadə edirsiniz? Mən baxın bundan istifadə edirəm tez. Bunu bitirmişəm. Belə çəhrayı rəngi, rozva rəngi. Bir də mavisi çox qəşəngdir, qoxuları superdir. Bu dəfə isə belə bənövşəyi rəngi aldım. Dedim bunu da yoxluyum. Bunun da qoxusu qəşəngdir. Bir də qızılı rəngdə olanı var idi. Onu da alıb yoxlayaram. Qalıcılığı çox yaxşıdır. Bunun öz böyük ölçüdə olan, neçə millidir? Allah bilmədim. Bunun özü böyük ölçüsü 5 manat 50 qəpikdir. Çox böyükdür da, 2 litr olmalıdır. Bu isə 1 litrdir. Bunun öz qiyməti 3 manat 50 qəpik olmalıdır deyəsin. Qiymətləri çox yaxşıdır məncə. Qoxusu, qalıcılığı falan hər şey yaxşıdır. Ona görə həmişə bundan alıram. Əvvəllər test alırdım əvvəllər klar alırdım. Bizim öz məhsulumuzdur. O da çox yaxşıdır. Sadəcə bunu gördüm, bunu istifadə edirdim, çox bəyəndim deyə. Ona görə də test alıram. Bu qədər belə tökdüm. Qoyaq yumağa və yusun. Qəşəngdir. Qoxusu da qəşəngdir. Qalıcılığında da qoxusu. Bir ki, bunu açıb qoxulayanda başqa cür qoxu gəlir, amma yuyub qurtardıqdan sonra tamamilə fərqli qoxu gəlir. Çox qəşəng qoxu gəlir. Belə tövsiyə edirəm. Screen edin istəyirsiniz. Məncə siz də bəyənəcəksiniz. Əsasən bu rozva rəngindən mavisinə bir dəfə diqqət yetirin. Onlar daha qəşəngdir. Bir dənə burada Temu sifarişimiz var. Birlikdə açarıq, daha doğrusu artıq açmışam. Göstərəcəm nə var içində. Polka sifariş etməyə gitmişdik yoldaşımla və yolda bunu gördüm. Təsəvvür edin ki, o başda axrana oturmuşdu. Bunlar isə boşluq bir ərazidə çıxmışdılar. Mən dedim ki, yoldaşıma tez götürək. Yoldaşım dedi ki, axran oradan bizə baxır. Deyirəm, görsənmir də heç bir şey. Gələn tez götürək. Belə biraz qopartdım. Hardasa nə qədər elədi? 1, 2, 3, 4, 5, 6. Hardasa üçünü də götürsəm məncə bəs eləyər. O yola bir də getsək, oradan bir ikisini də belə götürərəm, daha qəşəng görsənər. Bunları isə polka kuxnaya istədim. Yer var. Hansı ki, da çayla içdiyim şeylər var, da konfetlər falan, şokoladlar. Onları üst-üstə yığıram. Nəinki mən, yoldaşım da elə eləyirlər. O da rahat deyil. Ona görə yoldaşıma dedim ki, 3 ədəd belə sifariş ilə hərəsinə birini kimə rahat yığa biləm. Birlikdə düzənləyərik təbii ki. Amma ilk öncə istəyirəm bunları aparım, qəşəng bir dənə laklayım. Lakı gətirdim. İndi sizin üçün belə göstərirəm. Tam qəşəng laklayanda belə bərkiyir. Yəni, kim bilmirdisə, deyim, burada biləsiniz. Yəni, əvvəl məndə var idi. Belə laklayırdım ki, şək qalırdı. Yəni, bunlar üstündəkilər tökülmür. Burada məndən başqa hər şey var. Buranı deyirdim, baxın, əsasən yığıram üst-üstə. Burada tək o deyil, burada həm də belə şeylər də var. Sərgiyə salmaq istəyirəm. Bir də yuxarı. Birində bura sifariş elətdirdim ki, bir də polkanın burada olsun. Belki işi səlgəli görsənsin daha, görkəm qəşəng olsun. Yuxarıda da var, çay falan yerləşdirə bilmirəm də. Sırf bu polka yoxdur deyənə, ona görə yerləşdirə bilmirdim. Bəziləri də buradadır. Təbrik eləyə bilərsiniz, hər yer köçür. Bu arada sizə heç deməmişdim. Bunu rənglətdirdik. Yoldaşıma verdim. Deməli, maşın kraskalanan yer var. Baxın, orada istədiyiniz rəngə kraskalada bilərsiniz. Məndə bu yadınızdadırsa taxta rəngi idi. Mən isə dedim ki, ağ istəyirəm. Düşünürüm, ağ daha qəşəng görsəndə. İndi yəqin ki, yazacaqsınız ki, bəs yenə doludur buralar, yenə hər yeri doldurmuşam. Orada elə, burada belə. Bunlar heç qablar yuyulmuşdu, yerləşdirəcəm indi. Bunu bir dənə buradan elə belə qoymuşdum, amma götürəcəm. Baxın. Düşünürəm, elə də çox yığmıram əslində, nə bilim. Neysə, indi birazdan buraları qəşəng sizinlə birlikdə yerləşdirəcəyik. Öncə istəyirəm bunu açaq. Burada həm də bəzi aksesuarlar var. Yeni komod üçün almışdım. Bunları birlikdə quraşdıraq, ondan sonra artıq polkaya keçərik. Getdik.
Bir izləyicim yazdı ki, bəs qəpikdənsə, baxın qəpik qoymuşam içinə ki, bəlkə bu düzdür, yoxsa belə aşır. Dedi ki, bəs ondansa bu makyaj diski qoyun. Kömək elədi həqiqətən də. Buradan da o izləyicimə bir daha təşəkkürümü bildirirəm. Çox sağ olsun bu fikir üçün. Mənim heç ağlıma gəlməzdi. Həqiqətən də köməyə düşdü. Burada göstərirəm ki, birdən kiməsə də faydalı olar, kimsə də istəyər belə eləmək. Yəni biləsiniz ki, belə bir şey də eləmək olar. Kənarlarını da kəsərəm. Onda daha qəşəng görsənəcəkdir. Baxın, kəsdim. Qəşəng. Aldığım aksesuarlar isə bunlardır. Baxın, belə bir qulpla sifariş etdim. 2 ədəd bundan və qızılı renkdə belə tutacaqlardır. Mənə burada lazımdır 6 ədəd. Bir qələm almışam. Belə kraska fason qızılı renkdə qələmdir. Düşünürəm, bunun özü də çox qəşəngdir. Bununla da qəşəng görsənəcəkdir. Sadəcə nə vaxtsa dəyişmək istəsəm, məsələn bunu yerinə taxsam, bu orta hissələrini, bir də bu kənar buz hissəni qızılı rənglə rəngləyərəm. Bu hissələri də istəyirəm ağardım. Onda elə bilirəm daha qəşəng görsənər. Vəziyyət hal-hazırda belədir. Mən qızılı rənglə daha çox bəyəndim. Baxın. Bir də bir izləyicim yazmışdı mənə ki, bəs bu şkafın içi xarab olmasın deyə plyonka sərim. Məndə var elə, gətirərəm və bura sərərəm. Daha yaxşı olar da, həm də cızılmaz. İzləyicimə buradan təşəkkürümü bildirirəm. Çox sağ olun, yaxşı fikirləriniz üçün, faydalı fikirləriniz üçün çox sağ olun. Mütləq edəcəm onda. Bunları da yerləşdirim və qaldı bunlar. Amma bu da qəşəng durdu. Belə. Bu biraz böyük olsa daha qəşəng olardı, amma bundan böyüyünü mən tapa bilmədim. Elə ən böyüyü bunu gördüm. Ona görə belə oldu. Amma pis görsənmir. Bunlardan mən elə bilmişəm 12 ədəddir. Səndə 12 ədəd yox, biraz çox imiş. Mən niyə onu 12 dənə gördüm? Yəqin düşünə artıq qoyublar, bilənmədim. Saxlayım, sonra nəyəsə lazım olar. Burada bizim divanın üstündə əvvəlki pakrovalki var idi. Onu mənim uşaqlarım heç sevmədilər. Yəni qoyurdum buradan və götürüb atırdılar yerə. Ona görə Temudan iki ədəddir. Biri gödəkdir, biri də uzundur. Bu gödək taydı. Bu isə uzun taydı. Tikişi də, rəngi də, bir də bunun sürüşməmək üçün belə bir xırda-xırda, baxın, görürsünüz, xırda-xırda şeylər var. Sürüşməsin deyənə. Mənim xoşuma gəldi. Baxın, qəşəngdir. Olabilir. Bak şu bakın. Tikişləri, falan, rəngi də. Baxın, belə də şey oldu. Buradan da belə keçirtdim. Məncə qəşəngdir.
Burada artikul paylaşırım. Əgər istəsəniz sifariş edə bilərsiniz. Ölçüləri orada var. Yeni işimi bitirib qurtarmışdım. Yoldaşım zəng elədi ki, bəs bizi axşam saat 6-ya toya çağırıblar və biz təcili getməliyik. Hazırlaş, gəlirəm. Saat 5-dir və mən saata baxdım. Dedim ki, mənim yarım saat vaxtım var. İnanırsınız, bu yarım saatın içində mən getdim, saç başımı yudum, həm saçımı qurutdum, ukladka elədim, qəşəng. Sonra keçdim 10 dəqiqə içində makiyaj elədim. Təsəvvür edin ki, ayrı vaxtı uzun-uzun makiyaj eləyəndə heç qəşəng makiyaj çıxmaz da. Amma indi 10 dəqiqənin içində mən makiyaj elədim deyə o qədər gözəl makiyaj alındı ki, yəni super, bomba, şık. Bir də qəşəng makiyaj alınmışdı ki, həqiqətən özüm belə məhtəl qaldım ki, yəni mən 10 dəqiqənin içində qəşəng makiyaj da eləyə bilərmişəm. Nəysə, sonda qəşəng makiyajımı elədim, geyindim, keçindim, kombinezon geyindim, kombinezon üstündən bu pencəyi və bu çantanı. Toyda çox oturmadıq, hardasa 2 saat falan belə oturduq, çababladıq və qayıtdıq evə. Allah xoşbəxt eləsin, subaylarımızdan görək. Əslində sizə kombinimi də çəkəcəkdim, sadəcə vertikal güzgü olmadığına görə çəkə bilmədim, təəssüflər olsun ki. Soyuqdur. Tez get, dondum. Növbəti gündən hər kəsə salam. Mən başladım işə. Sizə xoş izləmələr. Mən isə başlayım. Buraları qəşəng boşaltdım. Buram. Nə qədər şey çıxdı oradan. İndi isə ölçüsünü götürək və polkalarımızı taxaq. Ölçdüm, deşdim və polkaları taxdım yerinə. Baxın, nə qəşəng oldu. Güzel oldu və bir də buraydı. Burada sifariş etmişdik. Belə düşünürəm, indi daha çox əşya sığacaqdı bura. Çünki yer artdı. Və siz nə düşünürsünüz bu barədə? Ümumiyyətlə fikirlərinizi yazın. Siz elətdirərdiniz belə bir şey, yoxsa elə məsələn başqa bir üsullardan istifadə edərdiniz? Məncə belə daha qəşəng oldu, daha rahat oldu. Həm də nə bilim komfortdur da, belə daha rahatdır düşünürəm. Sən də səliqəli görsənəcəkdir də. Əslində ölçüyü götürəndə mən buradan etmək istəmirdim. Yuxarıdakı polkanı biraz yuxarı qaldırıb, ortadakını isə biraz ortaya çəkmək istəyirdim. Amma ki sonda dedim ki, yox, mən yuxarıdakı polkaya da əlim rahat çatsın, bir də stulu qoyum, yuxarı qalxmayım deyə elə ən gözəl variant budur ki, bu aşağı polkanı 2 hissəyə bölüm. Sildim, bitirdim və birdən yadıma düşdü ki, məndə belə bir şey var idi, yeni evə köçəndə almışdım. Çox yaxşı bir şeydir, yəni sürüşməyən effekti var. Ona görə dedim bundan sərim, həm oraları çirkləndirməsin, həm də nə bilim qoruyucu kimi də. Bu sizcə bu hissəsi mi taxılır, üstdə olur, yoxsa bu hissəsi mi üstdə olur? Onu bilənmədim mən. Kim bilirsə mütləq yazın. Mən düşünürəm elə belə sərərəm. Bu yumru hissələri üstdə olar. Biraz böyükmü kəsmişəm, nədir? Biraz çıxıntılıydı. Hamısından bir krujok, yəni bir xət belə kəsdim. İndi isə keçək bunları qəşəng səliqəli yığaq ora. Bu arada yeni manikür eləmişdim. Belə bir şey alınmışdı. Bəziləri boş qaldı. Məsələn, makarondu falandı, belə şeyləri alanda artıq dolduracağam, amma bacardığım qədər belə səliqə yaratdım. Məsələn, bunlar boş qaldı. İçini qəşəng silmək lazımdır. Sonra bunun içində un var. Belə boşdur. Vəsə, hələ ki bu qədər. Uşaqların peçenyasını düşündüm bunun içine əlavə eləyim. Qayçım ana. Belə.
çay şey oldu. Bunu qoyaq bura. Belə. Düşünürəm bundan o tərəfə səlqə ola bilməz. Bu ikisi mənim ən çox, daha doğrusu bizim ailəlikcə ən çox istifadə etdiyimiz dolaplardır. Məsələn, çayla içmək üçün şeylərdir, nə bilim burada salfetka falan da stolun üstünə qoymaq üçün, ədviyyatlar falan da hamısını bura qoydum. Çünki mənə bura rahatdır. Nədənsə elə bura rahatdır. Bir də buranın da vəziyyəti budur. Hal-hazırda yığışdıracağam amma. Burada isə sadəcə mənim çaynikimdir, çaydır, falandır, şəkər tozu falan. Bunları da burada saxlamaq istəyirəm. İstəyirəm bu ikinci siyirmədə zapaz olan ərzaqları qoyum. Məsələn, makaronda falan da belə şeyləri qoyum. Çay falan da belə. Yuxarıya isə bu aşağı yerə sığmadığına görə yağları yuxarı qoydum. Onlar isə çox gec-gec istifadə etdiyim şeylərdir da orada arxada falan olanlar. Sadəcə orada istifadə etdiklərim bir dənə bu yağdır. Bir də burada üzərlik var. Daha doğrusu yoxdur. Alacaq üstünə boşaldacağam. Dedim ki, əlimin altında olsun. Burada isə belə çörəyi qoydum. Və çaydı falan da belə zapası yenə olan yerdir. Vəsə, belə daha rahatdır məncə. Nə bilim, əgər çox şey yığmışamsa mütləq yazın. Ancaq düşünürəm, qapıyı bağlananda heç nə də görsənmir. Əsas oldu qapıyı bağlananda içi görsənmir. Və buranı da bağlayaq. Vəsə, baxın, səliqəli oldu. Hələ siz bura baxın. Bunu deməli, mən Instagramda Bay Sabin var, onda görmüşdüm sarı rəngini. Getdim, axtardım, sarısını tapa bilmədim və baxdım ki, sən demə rənglər də var imiş və üstündə yazılıb ki, bəs kalıcı koku, yəni 24 saat kalıcı qoxusu var. Mən belə bir rəngi götürdüm, bənövşəyə var idi, mavi rəngi var idi. Mən isə bunu götürdüm, onun qoxusu çox qəşəngdir. Yəni 24 saat kalıcıdır deyirsəm, İndi ilk dəfə yoxlayacağım. Sadəcə mənə bir şey çatmadı. Orada hamısında elə idi. Bu niyə belə yarım çıxdı? Kim bilir? Yarım çıxdı. Yəni bunu bura qədər belə doldurmaq olardı da yəqin ki. Nə bilim. Getdik yenə yoldaşımı rasxoda saldım. Özümə ətir aldırdım. Məndən sevdiyim ətirdir. La Vie Stipil. Kim istəyirsə ala bilər. Və bura qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Gələn vlogda görüşənədək hələlik.